ən əsası odur ki, Hamas bu planı qəbul edib. Ən əsası odur ki, Ərəb dövlətləri Hamasa təzyiq göstəriblər və o cümlədən Türkiyədir. Yəni demək olar ki, İslam dünyası, Ərəb dünyası artıq bir mövqedən çıxış edir. Hamas plana riayət etməlidir. Söhbət iki şərtdən gedir. Hamasın tərksilah olunmasından və İsrail ordusunun Qazza şəhərindən çıxmasından. Söhbət aydındır ki, belə deyək, Hamas tam məğlub olmaq istəmir. Yəni silahı İsrail dövlətinə, İsrail qoşununa təqdim etmək istəmir. O, Hamas radikal qruplaşma istəyir ki, hansısa bir qurum Fələstin administrasiyası Mahmud Abbasın, yaxud Ərəb dövlətlərinin bir ümumi komitə, yaxud digər bir, belə deyək, qurum yalnız və yalnız ona təqdim etsin. Bu normaldır. Onu yəni qəbul olunandır. Yəni vaxtiki söhbət gedmir ki, Hamas imtina edir tərksilah olunmağından. Bu əsas məsələ budur ki, tərksilah olunmasına hazırdır. Yalnız texniki məsələ və siyasi məsələ özünə yer saxlayır ki, gələcəkdə, yəni Qəzza zolağında hansısa bir, belə deyək, adla o da, yəni Hamas seçkidə iştirak etsin. İkinci məsələ çox belə vacib məsələdir. Amma bu məsələ də yəni demək olar ki, həllini tapdı. Çünki Trump'ın planında İsrail qoşununun çıxması nəzərə alınıbdır və göstərilir. Və ona görə yəni bu günləri bu məsələdə vurğulanmaq lazım deyil. Bu məsələ həll olunmasıdır. Sözsüz ki, amma ən əsası Hamas bu 1-2 gün ərzində sağ qalanları, yəni girovların sağ qalanlarını 20 nəfərdir, neçə nəfərdir, onları təqdim etməlidir. Onları təhvil verməlidir. Və ölüləri də cəsədlaşıb yaranacaq. Amma orada göstərilir ki, şərait, münbit bir şərait yaranmalıdır və Fələstin dövləti yalnız ondan sonra formalaşa bilər. Amma bu da çox vacibdir ki, həmin bu maddə 20 maddədən ibarət olan Trump planında var. Sözsüz ki, İsrail istəmirdi ki, Ərəb dövlətlərinin qüvvələri Qəzza zolağında bərqərar olsunlar. Elə çıxır ki, həm Türkiyənin də imkanı var, hansısa bir vahid hərbi birləşmə ilə orada təmsil olunsun. O cümlədən İndoneziyanın prezidenti BMT-nin 80-ci sesiyasında artıq rəqəm də səsləndirib. Ən azından 20 min. Bu çox vacib bir rəqəmdir. Çünki aydındır ki, Fələstin administrasiyasının polis qüvvələri 40 minə yaxındır. Yüngül silahla, yəni belə deyək, onların vaxtiki yüngül silahları var, avtomatla və tüfənglər və tapancalar. Bu silahla bu əmin-amanlığı və sülhü bərqərar etmək mümkün deyil Qəzza zolağında. Ona görə yəni, amma Türkiyənin daxilində, yəni hərbi birləşmənin daxilində Azərbaycanın birləşməsidir. Yəni Kabil variantı mən belə adlandırıram. Kabildə aeroportda, beynəlxalq aeroportda 1500 nəfərlik Türkiyə qoşunun daxilində Azərbaycanın 100-150 nəfərlik birləşməsi də xidmət edirdi. Ona görə yəni bu, belə deyək, bu normal bir ssenari ola bilər. O cümlədən həm İsrailə, həm Ərəb dövlətlərinə, o cümlədən Fələstinlilərə məqbul, qəbul olan bir ssenaridir. Amma yenə də İsrail bunu istəmirdi. Amma məcbur oldu bunu qəbul etsin və qəbul edibdir. Yəni bilirsiniz, yəni biz normal baxmalıyıq bu plana, Trump planına. Çünki bu həqiqətən də son 10 illər ərzində həm iki tərəfin nəzərə, onların marağını nəzərə alan bir plandır. Amma bu planda bir, belə deyək, bir nöqsan deməzdim, çatışmamazlıq var. Hansı ki, yenə də Fələstinlilərə
belə deyək, onlara maraqlarına cavab verməyən bir çatışmamazlıqdır. İsrail'e cavab verir. Ne mənada? Fələstinlilər idarə etmədə iştirak etməlidirlər. Qəzza zolağında Fələstinlərsiz idarə etmə hansısa bir qurum formalaşsa, Fələstinlilər həmin o qurumda, düzdür, orada göstərilir ki, belə deyək, belə qeyri-siyasi nümayəndələr və s. Amma əfsuslar olsun ki, Qəzza zolağında, o cümlədən Fələstin administrasiyasında, Yordan çayının qərb sahilində belə, yəni texnokrat şəklində Fələstinli siyasətçilər yoxdur. Onları formalaşdırmıyorlar, onları yetiştirməyiblər. O cümlədən Mahmud Abbasın da günahı var həmin bu problemdə. O imkan verməyib ki, cavanlar gəlsin, cavan nəsil gəlsin və həmin o cavan nəsil heç bir müharibəyə, heç bir qarşı durmaya məruz qalmamış, onları əhatə etməmiş, onlar bu günləri idarə etmədə iştirak edə bilərlər. Yoxdur belələri. Çox təəssüflər olsun. Ona görə bu çox ciddi bir problemdir.